Ali təhsil seçimi gənclərin gələcək peşə və karyera yolunu müəyyənləşdirən ən mühüm qərarlardan biridir. 2026-2027-ci tədris ili üzrə tələbə qəbuluna hazırlaşan Mingəçevir Dövlət Universiteti abituriyentlərə müasir əmək bazarının tələblərinə uyğun ixtisaslar, ingilis dilində təhsil, ikili diplom və beynəlxalq mübadilə imkanları təqdim edir. Bu il universitetdə ilk dəfə olaraq ingilis dilində tədris aparılacaq, ixtisaslara da tələbə qəbulu həyata keçiriləcək. Mingəçevir Dövlət Universiteti olaraq 2026-2027-ci tədris ilindən etibarən 38 ixtisas üzrə tələbə qəbulu aparılması nəzərdə tutulubdur. Bu ildən ilk dəfə olaraq həmçinin biz ingilis dilində ixtisaslar üzrə də həm bakalavriat, həm magistratura səviyyəsində tələbə qəbulu aparılmasını planlaşdırmışıq. Mingəçevir Dövlət Universitetinin təqdim etdiyi mühüm imkanlardan biri də ikili diplom proqramlarıdır. Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində elektrik mühəndisliyi və elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramlarına qəbul aparılır. Mingəçevir Dövlət Universitetində tələbələr üçün daxili və beynəlxalq akademik mübadilə imkanları da mövcuddur. Mübadilə proqramları tələbələrə tərəfdaş universitetlərdə müəyyən müddət təhsil almaq, fərqli akademik yanaşmalarla tanış olmaq, xarici dil və ünsiyyət bazarlıqlarını inkişaf etdirmək imkanı verir. Bu ildən etibarən universitetimizdə Azərbaycan Texniki Universiteti ilə ikili diplom proqramına başlayırıq. Energetika mühəndisliyi və elektrik və elektronika mühəndisliyinə qəbul olan tələbələrimiz həm Mingəçevir Dövlət Universitetinin proqramına əsasən tədris olunacaqdır, həm də Azərbaycan Texniki Universitetinin deməli proqramı vasitəsilə ikili diploma sahib olacaqlar. Həmçinin Orxun Mübadilə proqramının qalibiyəm. Orxun Mübadilə proqramı vasitəsilə biz Türkiyədə bir semestr ərzində təhsil alacağıq və bütün abituriyentləri bu şanslardan yararlanmağa dəvət edirəm. Mingəçevir Dövlət Universitetini seçən tələbələr universitetdə yaradılan səmimi mühiti, müəllimlərin dəstəyini, tələbələrin fərdi inkişafına göstərilən diqqəti və aktiv tələbə həyatının əsas üstünlükləri sırasında qeyd edirlər. Valideynlər isə universitet seçimində keyfiyyətli təhsil, təhlükəsiz mühit, müəllim-tələbə münasibətləri, tələbələrin gələcək karyera perspektivləri və universitetin əlçatanlığını əsas amillər kimi qiymətləndirirlər. Hər bir valideyn kimi mənim üçün əsas prioritet məsələlərdən biri ondan ibarətdir ki, övladım keyfiyyətli təhsil alsın. Və mən çox şadam ki, övladım Mingəçevir Dövlət Universitetinin tələbəsidir. Hazırlıq kurslarının müəllimləri də abituriyentləri ixtisas seçimi zamanı yalnız topladıqları balla deyil, maraq və bacarıqlarına, seçdikləri peşənin gələcək perspektivlərinə, universitetin təhsil mühitinə və təqdim etdiyi inkişaf imkanlarına diqqət yetirməyi tövsiyə edirlər. Bu ildə ayın 12-sindən ixtisas seçimi olacaq və biz də ixtisas seçimində həm şagirdlərimizə, həm də şəhərdən olan abituriyentlərə əlimizdən gələn köməyi əsirgəməyəcəyik və siz də məlumdur ki, şəhərimizin əsas tədris ocaqlarından biri də Mingəçevir Dövlət Universitetidir və biz də təbii olaraq şagirdlərimizi ilk olaraq tövsiyə elədiyimiz yerlərdən biri Mingəçevir Dövlət Universitetidir. Gələcək peşəsini düzgün seçmək, müasir bilikləri və praktiki bacarıqlara yiyələnmək istəyən abituriyentlər üçün Mingəçevir Dövlət Universiteti yeni imkanlar və geniş inkişaf perspektivləri təqdim edir. Rahim İbrahimoğlu, Yusif Əliyev, Bugün İnformasiya proqramı üçün.